Sənə deyilən hər şey doğru deyil. Həqiqətlər gizlədilir. Amma biz onları tapırıq. Hal-hazırda sənə baxan bir şey var. Amma sən onu görmürsən. Hal-hazırda sən tək deyilsən. Bəli, düz eşitdin. İnsan beyni hər şeyi görə bilmir. Sənin gözlərin sadəcə müəyyən dalğaları qəbul edir. Amma bu o deməkdir ki, sənin görmədiyin şeylər də var. Alimlər deyir ki, bəzi canlılar və ya varlıqlar insanın görə bilmədiyi spektrdə mövcud ola bilər. Heç hiss etmisən? Sanki kimsə sənə baxır, amma arxaya çevriləndə heç kim yoxdur. Bu sadəcə hiss deyil. Bəlkə də indi sənə baxan bir şey var.